Esselamu aleykum değerli müsəlmanlar, Mizan Yardım Qrupunun üzvləri. Allah sizin əhlivizə, malınıza bərəkət versin. Hər həftə olduğu kimi yenə də bu həftədə elhamdülillah Mizan Yardım Qrupu tərəfindən 40 ailə üçün ərzaq alınıb paketlənib və onlardan 20'si bura Qaraçuxura məscidin yanına gətirilib. Axızan çək zəhmət deyilsə. Bu cür baxın paketlənib gözəl şəkildə 20 ailə üçün ərzaq paketlənib, yanında yağı, ətləri və s. və buradan inşallah ehtiyacı müsəlmanlara paylanılacaq. Allah sizin əhlivizə, malınıza bərəkət versin, Rəbbim sizdən qəbul etsin. Esselamu aleykum. Esselamu aleykum və rahmetullahi və bərəkətuhu. Möhtərəm müsəlmanlar və Mizan Yardım Qrupunun üzvləri. Bugün iyul ayının 11-i 2026-cı il. Elhamdülillah ərzaqlarımız alınıb, paketlənib. Gün ərzində paylanacaq. Allah Subhanahu taala müsəlmanların malına, mülkünə, əhlinə bərəkət versin. Esselamu aleykum və rahmetullahi və bərəkətuhu. Bugün iyul ayının 12-si 2026-cı il Mizan Yardım Qrupu tərəfindən ərzaqlarımız alınıb. Yasamaldan, Keşrədən, Bayıldan olan bəzi ehtiyaclı ailələrə çatacaq. Allah Subhanahu taala bərəkət versin.